Biz Allaha müraciətlə deyirik ki, ilahi biz sənin hörmətini saxlamadıq. Biz verdiyin nemətlərin qədrini bilmədik. Biz sənə lazım olan şəkildə şükür etmədik. Sən çox bizi haqqa hər vasitə ilə dəvət etdin, biz qulaq ardına vurduq. Hədis-i Qudsidə özün buyurursan ki, mənə arxa çevirib gedənlər kaş bilərdilər necə arxalarıyla həsrətlə baxıram. Yəni, bu sənin bizə məhəbbətinin ifadəsidir. Biz bütün bu dəvətlərə məhəl qoymadıq, sənə arxa çevirdik, sənin dəvətinə etina etmədik. İndi bizə nəyi anlatmaq istəyirsənsə, onu anladığımızı bildiririk. Səhvlərimizi etiraf edirik, bağışlanmaq istəyirik. Yenidən öz rəhmətini bizim halımıza şamil etməyini istəyirik. Yenidən əlimizdən aldığın nemətləri bizə qaytarmağını istəyirik. Allahümme gfir liyə zunubəlləti tunzilul bəla. İlahi, o günahlarımı bağışla ki, bəlanı mənə nazil edir. Bəlanı nazil edən günahlarımı bağışla. Bəzi əməllərimiz bəlanı labüd edir və biz o əməlləri etiraf etmədikcə bəla da bizim üzərimizdən çəkilmir. Ona görə də bu dua ayında, mübarək Şaban ayında əllərimizi Allahın dərgahına qaldırırıq. İlahi, özün buyurmusan, ud'uni əstəcib ləkum. Məni çağırın, mən də cavab verim. Sən bizə boyun damarımızdan daha yaxınsan. Biz sənin sözlərinə etina etməməklə övliyalarını incitmişik, övliyalarını narahat etmişik. Günahlarımızla onların qəlbini sındırmışıq. Və bu dua ayında yenə də peşmançılıqla sənin dərgahına yönəlirik. Yenə də sənin rəhman sifətinə, bağışlayan xüsusiyyətinə sığınırıq. Bizi günaha cürətləndirən sənə qarşı hörmətsizlik olmayıb. Biz həmişə sənin rəhmətinə arxain olub səhv etmişik, xəta etmişik və bugün də rəhmətinə sığınaraq bağışlanmaq diləyirik. Çünki sən mehriban olan bir Allahsan. Sən bəndələrinin günahlarını bağışlayan Allahsan. Ya ibadiyyəl-ləzīnə əsrəfu alə ənfusihim, la təqnətu min rəhmətillah. Ey mənim günahla özünə zülm edən bəndələrim, Allahın rəhmətindən məyus olmayın. İnnəllaha yəğfiruz-zunubə cəmiən. Allah bütün günahları bağışlayandır. Biz də səndən bağışlanmaq diləyirik. Səndən tezliklə bu bəlanın bizi tərk etməsini istəyirik.